Hal-hazırda 20 yanvardayım ve Quba Bakı yoluna doğru gideceğim. Taksi ile. Oradan sonra ise avtostop ederek Beşbarmağa doğru gitmeye çalışacağım. Düzdür, biraz geçti. Birazdan hava qaralacaq. Arsa bir 40-45 dəqiqə hava qaralacaq. Görək başımıza ne gelir. Maraqlı bir macera olacaq. Çünkü bu kadar geç saatlarda avtostopla yola çıkmamıştım. Bu da farklı bir macera olacaq benim için. Hal-hazırda Tıxasdayım ve Quba Bakı magistralına doğru gitmeye çalışırız. Riyad Sumqayıt. Riyad Sumqayıt. Hal-hazırda Ceyranbatan tərəfdəyəm. Magistralın kənarındayım. Quba Bakı magistralına doğru hərəkət edirəm. Ümid edirəm ki, maşın vurmadan sağ-salamat Quba Bakı magistralına çıxaram. Hal-hazırda avtostop etmek için münasip bir yer aktaracağım çünkü yolun kenarındayım. Burada maşın saklayabilmeyecek, biraz münasip bir yer tapmalıyım. Şilyapamı başıma takmışam ve avtostopa hazıram. Karşıda İspetrol var. Oradan dayanan tırlardan, maşınlardan soruşacağım. Belki Beşbarmaq istiqamətində gedən varsa onlarla geleceğim, yoksa avtostop edeceğim. İspetrolda Quba tərəfə gedən, Beşbarmaq tərəfə gedən heç kəs tapmadım. Ona göre avtostop edeceğim, görək kimsə avtostopuma qarşılıq verəcəkmi? Gecə vaxtı biraz daha çətinləşir. İnsanlar yoldan birilərini götürməyə çox da etibar etmirlər. Ancaq şansımı deneyeceğim. Deməli, iki maşın saxladı, biri fərqli istiqamətə gedirdi. Digərinə də gedəcəyim yer dedim və o da alınmayacağını dedi və davam etdi. Hələ ki müsbət bir nəticə yoxdur. Yəni bu prosesdən zövq almayan biri üçün bezdirici ola bilər, amma mənə çox əyləncəli gəlir, çox maraqlı gəlir. Görək kim saxlayacaq, kimlə gedəcəm, nə söhbətlər edəcəm. Hələ də buradayam. Bir nəticə yoxdur, amma avtostopa davam edirəm. Sağ olsun Vilayət qardaş mənim maşınını aldı. İndi yanacaq doldururuq. Sumqayıta qədər onunla gedəcəm. Ondan sonra da yenidən avtostopuma davam edəcəm. Çox sağ olun. Allah yol açıq. Çox sağ ol. Sağ olun. Sağ olun.